Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimin mutelazimin ila yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'na ve zidni ilme. Sonra şeyh babası gətirir ki, və bu izə cəməə thumma ət. Cinsi əlaqəyə girdikdən sonra bunu bir daha təkrar etmək. Belə bir bab açır. Cinsi əlaqəyə girmək və onu təzədən bir də təkrar etmək babı. Ayşə radiyallahu anhədən gəlir ki, Kuntu utayyibu Rasulallahi sallallahu aleyhi və səlləm fəyatufu alə nisai. Deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi ətirləyirdim. O da öz zövcələri ilə yaxınlıq edərdi. Thumma yusbihu muhrimən yandahu tayyibən. Səhər gün isə bədənindən ətir qoxusu gəlirdi. Gəldiyi halda belə ehrama girərdi. Ehram paltar bilirsiniz də nədir? Yəni ona girərdi. Yəni buradan ixtilaflı məsələlər gəlir. Yəni ora toxunacaq inşallah. Növbəti isə gətir ki, Ənəs ibn Məlik Kənə Nəbi sallallahu aleyhi və səlləm yaduru alə nisaihi fi səatil vahidə minəl-leyl və nəhər. Gətir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni və ya gündüzün bir vaxtında öz qadınları ilə yaxınlıq edərdi. Və hunna 11. Onlar 11 dənə idi. Bir rəvayətdə 9 dənə idi. Qalə qultu li Ənəsin. Ənəsə deyə soruşdum ki, kənə yutiquhu. Yəni Ənəsdən deyə soruşdum ki, bunu necə edərdi də? Ona taqəti çatırdımı? Yutiquhu. Qalə kunə dəhaddəsu ənəhu u'tiyə quvvətə 30. O dedi ki, biz öz aralarımızda danışanda deyirdik ki, ona 30 kişinin gücü verilibdir. Peyğəmbər sallallahu aleyhi və səlləmə 30 kişinin gücü verilibdir. Və hədəl əxiru huvəs-sahih. Və huvə, burada şey düşübdür, bu əxyar olmalıdır əslən. Və hədəl əxyar huvəs-sahih. Bu deyil, ən xeyirlidir və doğru olandır. Liyənə Rasulullah sallallahu aleyhi və səlləm ləm yəctəmi ində 11 imra'ətən fi əni vahidin. Nəm sahih ənəhu qad təzəvvəcə 11. Deyir ki, o demək deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfədə 11 qadınla deyir, olmaq deyil. Olmaq deyir, buna deyir, o demək deyir, o məna deyir, vermir. Niyə? Çünki deyir, o zamanlar deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrindən Xədicə radiyallahu anhə, Zeynəb radiyallahu anhə və binti Xuzeymə, sonra bunlar deyir, artıq deyir, dünyasını dəyişmişdilər. O vaxtlar. Bu ili necə? 9. Amma ümumi olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm neçə qadınla ailə qurub? 11. Sonra sual verilir ki, yaxşı, şəriətdə 4 dənədir, niyə 11-dir? Buradan icazəlidir ki, ya da buna Əhzab surəsində 50, 51, 52-ci ayələr haqqında, burada bu məsələ haqqında danışılır. Allah Subhanahu taala deyir. Yəni onlara icazəlidir. Peyğəmbərlərə istədikləri qədər evlənmək nə idi? İcazəlidir. Buna kimi dəlil götürə bilərik ümumiyyətlə Peyğəmbərlərdən? O başda, hətta çoxlu, ondan da çoxlu nədir? Alan, qadın alan Peyğəmbər var idi. Kimdir? Davud əleyhissalam. Davud əleyhissalam, hətta bir rəvayətdə 100 dənə yoldaşı var idi. Hətta bir dəfə deyir ki, inşallah demədən ki, mən yəni böyük bir ordum olacaq da, o boyda qadından bir dənə olur, o da yarımsaq. Çünki inşallah deməmişdi. Yəni buradan da görünür ki, Peyğəmbərlərə Allah Subhanahu və Teala başqa
qadınlara, kişilərə nisbətdə gücü çox veribdi. Həqiqətən peyğəmbərlərin gücü çox idi. Allah Subhanahu va Taala onlara o güc nemətini vermişdir. وقال أنس رضي الله عنه كنا نتحدث أنه أعطي قوة 30. Biz de öz aramızda danışırdıq ki, ona 30 kişinin gücü verilir. El-zahiru enne la yekulunehu an zannin ve tahmin. Yani deyir, ola bilərmi ki, deyir, Ənəs radiyallahu anh aralarında danışdığını təxmin və yaxud da zənn eləsinlər. Yox, niyə? Peyğəmbər s.ə.v haqqında təxmin və zənn eləyə bilməzsən. Sən də zənn eləyə bilərsən, təxmin eləyə bilərsən. Və innə huwa ilmi minə sünnə. Bu deyir, sünnə elmidir. Çünki onlar deyir, artıq məsələyə baxaraq deyir, nədir? Bilirdilər. Və hikmə, burada da olan hikmət deyir, nədir? Min ənəlləhə ə'ta Rasuləllahi sallallahu aleyhi və səlləm quvvətə 30 ənəhu hubbibə iləyhin nisə. Və deyir, həqiqətən Allah subhanə və teala Peyğəmbər sallallahu aleyhi və səlləmə 30 kişinin gücünü verir. Və qadınları ona sevdiribdi. Qadınları ona nədir? Sevdiribdi. Və izə hubbibət iləyhin nisə və ləm yəkun ləhu quvvətə unhikət qavvahu da'uf fə'atahu Allah azza və cəllə quvvətə 30. Deyir ki, əgər deyir, sevdiribsə deyir, qadınları və yaxud da ki, qadın sevdiribsə də, fərq yoxdur belə, onun deyir, haldan düşməməsi üçün və ya yorulmaması üçün Allah Subhanahu qüvvətini ona veribdi. O qüvvəti nədir? Veribdi. Ona görə də qeyri insanlara nisbətdə Peyğəmbər s.ə.v çox güclüydü. Fənqil və mə hikmətu fi ənə Allah həbbəbə iləyhi nisə. Burada deyir, hikmət nədir ki, Allah Subhanahu və Teala deyir, onun üçün nədir? Qadınları sevdikdə, yəni qadın sevdiribdi və yaxud da. Ləmmə fi zəlikə min məsalihil azimə. Bu deyir, əzəmətli bir məsələdir. Fəinnəhu kulləmə təəddədət zəvcətur Rasulillahi sallallahu aleyhi ve sellem intəşərə ilmuhu. Burada deyir, çoxlu zövcə almanın əsas hikmətlərindəndir ki, onun deyir, elminin intişar olması, yayılması. Bəl intəşər sünnət və həmçin sünnənin yayılması. Və lə səyyəmə, xüsusən deyir, əs-sünnə batinə, batini sünnə. Nədir o? Nə qəsd olunur? Əlləti lə yəkunu illə fil beyt. O da deyir, nədir? Evdə baş verir. Yəni, batini sünnələr, yəni, nə başa düşürük? Yəni, çox zövcənin alma əsas belə deyək, hikmətlərindən odur ki, evdə olan batini sünnə var, yəni gizlində olan sünnələrdə, hansı ki, ev aiddir. Başa düşürsən demək istəyirəm? Zahirdə yox da, batində. Su içmək zahiridir. 2 rükət namaz qılmaq zahiridir. Amma batində evdə elə bir şeylər var ki, o aşağı çıxmır. Onun qohumlar, qadınlar arasında yayılması üçün deyir, səbəblərin hikmətlərdən biridir. Yəni, bir qadın məsələni yaya bir ölkədə bildirə, bu sünnə. Bir də var, 11 qadın. Aydın oldu mu? Yəni, deyir, elmin deyir, sünnəsin deyir, ən böyük yayılma səbəblərindən biridir. Kulləmə təəddədə zəvcətu kənə ləhu əsharun əksar. Deyir ki, və həmçinin deyir, bunun deyir, qadın tərəfindən olan qohumlarından olması və çox olması daha gözəldir. Fikirləsən, 11 qadının qohumu hara, bir qadın qohumlar hara. Nə qədər dörcül insanlarla neyini, qohumluq əlaqəsi olur. Və məlumun ənəl əshara kəl-əqrab fi kavnil insani ya'təzzu bihim. Yəni, deyir ki, bu deyir, məlumdur ki, istər kişi, istər qadın tərəfindən qohumların çox olması qürur verici bir şeydir. Elə deyil mi? Qürur verici bir şeydir. Biri var ki, məsələn, bir dənə, 2 dənə qaynın ola,
Bir də başqa 50 dənə olar. Dedik, xeyrisi olar da, yəni. 50 dənə. Bir də var ki, məsəl üçün, bir 40 dənə baldız olur. Bir 11 dənə qaynana olur. İndi bax da məsələlərə. 11 dənə pardon, yəni belə. Yəni indi şəriətdə icazə verilən 4 dənədir. 4 dənə qaynana. Bax da, yəni plus da ki, yəni əgər kişi 4 dənə alıbsa da o da anası sayılır da. 4 dəfə 4 16. 16 qaynana. Görürsən nədir? Nemətdir də. Allah bərəkət versin. Və ona görə bu cür olmaq hamısı deyil, yayılmasıdır. Yəni dini məsələlərdə daxili, batini şeylərin, yəni sünnənin yayılması. Həqiqətən də böyük qohumluq qürur vericidir. Onların içində dəvət aparmaq həqiqətən nədir? Qürur vericidir. Və bu haqda deyir, yəni Allah Subhanahu və Teala Əhzab surəsində 50-51 öncə dediyi 52 ayələrdə, yəni bu haqda Peyğəmbər sallallahu əleyhi və səlləmə evlənməyin icazəli olmasına dəlillər çoxdur. Bu hədisdə deyir, əsasən dəlilun alə ənəhu yecuzu lil-insani an yucami'a və yu'idi cima'a bidun ghaslin və la vudu'in. Buradan əsas göstərilən odur ki, qusul almadan və dəstəmaz almadan, yəni bir neçə dəfə öz qadınına yaxınlıq edə bilər. Bir neçə dəfə yaxınlıq. Yəni öncəki dərslərdə keçdik ki, yunması daha gözəldir təbii ki, amma olmasa da problem yoxdur. Problem yoxdur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunu edibdi. Hətta innehu kana yaduru alə nisa'i fi sa'atil vahidə minəl-leyli vən-nəhər. Və hunna tis'u nisvatin. Və deyir ki, gecə və yaxud da gündüz bir vaxtlarında öz qadınlarına hətta Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlaşıbdı və bir neçəsinə. Hətta bura deyir 9 da 11 dənədir daxildir. Əgər sual versələr ki, caizdirmi ki, kişi deyir, birdən artıq deyir, zövcəsi var. Onun hamısına bir vaxtda yaxınlaşa bilərmi? 4 dənədir, yəni ki, belə-belə də, yəni hərəsinə bir də. Ümumi olaraq şeyx şəkil ki, bəli, icazəlidir. Burada problem yoxdur, deyir. Lakin deyir, illə ən yəmtəni' min zəlik. Yəni deyir, yalnız deyir, burada deyir, imtina məsələsi var. Nədir? Mani. Əgər deyir, desələr ki, kulli imratin ləhə yevmihə, bu gün qadın sənin, deyir, hamısına yaxınlaşa bilərsən. Lakin deyir, biri gəlir, deyir, məsələn, onun bu gün haqqıdır. Yəni deyir ki, yəni ki, bu gün haqqımdır mənim. Bu gün burada ol. Məsələn, biri buradadır, biri Şəmkirdədir, biri Tozdadır, məsələn də. Bu gün haqqındırsa da, yəni, burada ol. Və yaxud da ki, 4 dənə evin var yana. Burada vacibdir, deyir, orada olasan. Çünki onun gecəsidir. Onun gecəsidir. Lakin desə ki, səmihə. Əmmə izə səməhnə ləhu fi zəlik. Əgər də icazə versələr bu məsələ haqqında, fələ bəs. Onda problem yoxdur. Ən yücəmiyə kullə vahid minhum fil yevmil əxirə. Başqa-başqa günlərdə hamısına deyir, nədir? Və yaxud da ki, eyni gündə də neyniyər? İcazəlidir, nədir? Yaxınlaşa bilərsən. Sonra məsələ gətirir ki, təbii ki, bu hamısında olmur. Bir qadının öz zövcəsini ətirləməsi. Zövcəsini ətirləyir ki, yəni başqa qadında onlar yaxşı olsun. Bu da indiki vaxtlarda biraz ağırdır. Nəinki ətirləmək, ikinci, üçüncü evlənmək məsələsinədir. Ağır məsələdir. Baxsan ki, burada həqiqətən də Ayşə radiyallahu anhənin necə təqvalı, necə yəni Peyğəmbər s.ə.v-in hətta bu istəyindən irəli gəlirdi. İstəyindən irəli. Bəzi hallarda məsələn qısqanclıq olurdu təbii ki. Hətta Peyğəmbər s.ə.v Zeynəbin yanına gedəndə Zeynəb anamızın radiyallahu anhə o ona süddən qatışdırılmış xüsusi bir şey verirdi. O da çox gözəl iyi verirdi. Ağzından iyi təravət gəlirdi. O şey Bəssəm şərhində gətir, burada İmdadül Əhkəm şərhində. Orada ən fayda olaraq deyirəm. Sonra onun yanına, qadınların yanına gələndə aşağıdan yanına başqa Hafsa radiyallahu anh və qadınlar birləşirdi və gözəl iyi gəlir. Lakin deyirlər səndən qəribə iyi gəlir, ağac iyisi gəlir. Bunu içmə. Qısqanclıqdan deyirlər.
Yəni qadınlar qısqanc olurdu. Peyğəmbər sallallahu çox qısqanırdılar. Və ona görə də bu qadınların xüsusiyyətidir. Xüsusiyyətlərin buna baxmayaraq Ayşə radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləmi çox sevərdi. Və sonra gətirir ki, yaxşı. Orada deyir, ətirlənib və sonra deyir, ehrama girərdi. Ümrələrdə ehrama girərdi. Bu icazəlidir. Yəni arasında ixtilafdır. Kimisi gətirir ehramdan öncə ətirlənmək. O halda ehrama girməmişdən öncə ətirlənirsən, sonra neyinsən, niyyət edib ehrama girsən. Bəziləri deyir ki, ehramdan əvvəl də sonra da olmaz. Onu deyənlər də var. Və bəziləri deyir ki, ehramda olduğun halda əlini ətir dəyib, ətiri üstünə eləyirsənsə bu haramdır. Olmaz. 4-cü rəy gətirir ki, ehrama girməmişdən öncə əlinə ətir dəyibdir, geyibsən, yoxlayırsan da, deyək, hansısa bir mağazində və yaxud şeydə, ehrama girdikdən sonra əlinin ətir iyisi ehrama çökürsə də səndən problem yoxdur. Çünki sən mutaammidən eləmirsən, qəsdən bilərəkdən nədir? Etməmsən. Ona görə də bu, alimlər arasında nədir? İxtilafdır. Lakin, ehrama girməmişdən öncə hər tərəfli şey eləmək, adı nədir? Ətirlənməkdə problem yoxdur. Yəni, burada hamımız bir ehrama girməyibdir. Təyyarədə gedirsən, ehrama girməyibsən, girdin hamama, qusullandın, yuyundun. Və yaxud da elə-belə giribsən hamama, çıxdın, oturdun, bir ətirləndin. Ətirləndin, amma qusullusan, sonra girdin ehrama. Ehrama girdikdən sonra niyyət elədin, girdin ehrama, artıq nə? Olmaz. Və yaxud da miqata doğru avtobusdan gedirsən. Baxsan ki, naxoş iyi gəlir, götürdün, özünü ətirlədin. Miqata çatdın, girdin, qusullandın, giyindin, все. Aydın oldu mu? Yəni, ehramdan öncə icazəli deyənlər var. Burada kifayətlənək, doğrusunu Allah subhanahu wa ta'ala bilir. Allah subhanahu bizə istifadələrdən etsin. Subhanaka Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.